Bugündən biz sizə internetin kodunu öyrədəcəyik. İlk öncə biz öz internetimizə giririk və burada olan ayarlar işarəsini basıb qrek koduya giririk. Sonra isə baxın biz bunu yadda saxlayırıq. Sonra isə Google'a giririk. Bir dəqiqə girək. Sonra isə burada şəkil axtarmaq yerini basırıq. Və burada öz şəklimizi qeyd edirik. Bir dəqiqə. Screenshotlardır. Baxın, bunlar. Öz internet kodumuzu götürürük və budur. Altda öz internetimizin parolunu görürük. Əgər belə çoxlu məlumatlar istəyirsinizsə, YouTube kanalımıza abunə olub və videoya like atmayı unutmayın. Sağ olun.